Səhər oyandıq, baxdıq hava günəşlidir. Dedik gedək bizim şəhərdən yarım saat aralı olan Ondaribia qəsəbəsinə. Hazırlaşdıq, düşdük yola. Qəsəbənin 2 adı var əslində. Ondaribia olaraq Basklar, Fuenterrabía olaraq isə İspanlar adlandırır. Bayram olduğu üçün insan çox idi. Ümumiyyətlə burada insanlar çöl həyatını çox sevir. Bir içki içmək üçün və ya nahar etmək üçün bir şəhərdən və ya qəsəbədən başqa qəsəbələrə yollanırlar. Gəldik, çatdıq Ondaribia qəsəbəsinə. Tarixi 1203-cü ilə dayanır. Qədim və çox gözəl qəsəbədir. Gördüyünüz bu bina Parador adlanır. Müharibə vaxtı müdafiə məqsədi ilə tikilmiş binadır. İndi isə otel kimi istifadə olunur. Otel kimi 1928-ci ildən fəaliyyət göstərir və bu binalar buranın ən məşhur binalarıdır. Burada sevinmək səbəbim gülməli olsa da, balkondan asılmış paltarlar idi. Çünki mənə uşaqlığımı xatırlatdı. Avropada ümumiyyətlə balkonda asılmış paltar çox redki görünür. Kiçik qəsəbə olduğu üçün düşünürəm hələ də bu adət qalıb. İndi isə biraz küçələrini gəzək. Qədim qəsəbə olduğu üçün və o qədimliyi saxladıqları üçün insana çox xoş təəssürat bağışlayırdı. Ara küçələri çox idi və hər balkonda kimisə görmək olurdu. Yəni qəsəbədə istiqanlılıq çox hiss olunurdu. Gördüyünüz bu kiçik meydan isə qəsəbənin mərkəz meydanlarından sayılır. Okeanın o biri tərəfi isə Fransadır, Endaya şəhəri. Nahar vaxtı çatdı və biz çox acımışdıq. Sadəcə o qədər çox insan var idi ki, bütün kafelər, barlar, restoranlar hamısı ağzına kimi dolu idi. Bir saatdan çox yer axtardıqdan sonra nəhayət ki bir kafe tapdıq. Düzdür, menyusunu bəyənmədik, amma atışdırmaq üçün 1-2 yemək zakaz verdik. Salat, taco və kalmar zakaz vermişdik atışdırmaq üçün. Dad olaraq elə də bəyənmədim, qiymətlər isə daha yüksək idi. Bir şeylər atışdırdıqdan sonra kilsəyə getdik. Kilsələri ümumiyyətlə çox gözəl olur və çox yekə olur. Burada bütün izləyicilərimin adından şam yandırdım. Allah hər birimizin duasını, niyyətini qəbul eləsin. Kilsədən çıxıb evə yollandıq. Getdim evdə, biraz işlərim var idi, onları gördüm, dincəldim. Hazırlaşıb yenidən çölə çıxdım. Burada sizə zontikimi göstərirəm, çünki yağış yağırdı dəhşətli dərəcədə. Xalamı işdən götürüb yollandıq bir kafeyə. Orada onun rəfiqəsi ilə görüşdük, bir şeylər içdik. Bir şeylər içdikdən sonra yenə mən acımışdım, çünki normal yemək yeməmişdim günorta. Bunlar ümumiyyətlə çörək arası yeməkləri çox sevirlər. Burada çox fərqli bir yemək zakaz verdim özümə, çörək arası. İçində can əti var idi, o qədər dadlı idi, inanırsınız. Hamısını yeyə bilməsəm də gözüm yarısında qaldı. Yorğun olmağıma baxmayaraq enerjim tükənməmişdi və buradan yollandıq rəqs etməyə. Və gəldik, çatdıq. Burada xalam və rəfiqəsi rəqs edir. Xalamın rəfiqəsi Nikaragualıdır.
Oynadıq, dedik, güldük və nəhayət ki, yollandıq evə. Çox yorulmuşdum. Hər birinizə sağ ol deyirəm bu videoya baxdığı üçün. Öpürəm sizi.